Yağ orqanizmə lazımlı maddədir. Çünki bizim hüceyrəmizin membranı məhz vacib yağla qidalanır. Məhz o kitabımda 10 il qabaq yazdığım kitabda bu mövzu var idi. Düşmənimiz yağ deyil, şəkərdir. Çünki və burada da altını çizərək demək istəyirəm ki, yağ dediyimiz anlamda artıq keyfiyyətli yağdan gedirdi söhbət. Ən əsas funksiyalarından biri plastik funksiyadır ki, plastik funksiyada deyil ki, biz vacib olduğumuz qida ingrediyentləri ilə bədənimizi tikirik. Yəni, bədənin resurslarını formalaşdırırıq. Bu nədir? Demək ki, əzələmiz olmalıdır. Əzələlərin ən əsas tikinti maddəsi amin turşulardır. Amin turşularında bu qədər faktor qida ingrediyentlərini saya bilərəm ki, burada yağ qaçılmazdır. Amma nə baş verir? Dünyada bu baş verir ki, doğru yağ asitləri dəyişib, ona görə də HDL xolesterol yəni artıq aşağıya düşüb, amma LDL xolesterollar, yəni pis xolesterol dediyimiz hissə qan göstəricilərimizdə çoxalır. Çünki bu qrupda bitki yağları içərisində trans yağlar çox geniş yer alır ki, orada da təmiz deyirlər. Məsələn, biz omega 3 yağ turşusunu almalıyıq, omega 6 bu saat biz analiz versək, bir çoxumuzda bu yüksək çıxacaq. Çünki aşağı-yuxarı restoranda yemək yeyirik, hansı yağdan təyin olub bilmirik.